Ötən gün anamın doğum günü idi və ailəmin fərdlərinin doğum günləri olanda ən məsuliyyətli iş mənə düşür. Restoran seçimi. Biz ad gününü Sibey restoranında qeyd etdik. Sifarişlərimizdən biri sacda beluqa idi. Turşməzə sousla əla idi. Ümumiyyətlə buranın balıqlarını xüsusilə vurğulamaq istərdim. Bakının ən yaxşı balıq yeməklərinin hazırlandığı restoranlardan biridir. Bəlkə də birincisi. Asatrin kababı da möhtəşəm idi. Təptəzə olduğu o qədər bilinirdi ki, məzələr, salatlar, istər təqdimatı olsun, istərsə də dadı. Hər yerdə görmək istədiyimiz, amma qarşılaşmadığımız bir şey var, o da qulluq. Burada qulluq doğrudan da üst səviyyədə idi. Qonaqların hər biri yeməkdən razı qaldıqca içimdə dirdim, nə yaxşı buranı seçdim. Bu restoran nəinki balıq yeməkləri ilə, hətta kababları ilə də tanınır, ona görə ortaya qarışıq kabab götürdük. Onları da yaxşı hazırlamışdılar, xüsusilə antrikot kababını çox bəyəndik. Burada daha öncə başqa məkanlarda yemədiyim, sınamadığım salatları da daddı. Mandarinli, portağallı, almalı ət salatı çox dadlı bir şey idi. Qızıl balıqlı Sezar salatı da əla idi. Yedik, içdik, dedik, güldük. Sonda isə şirniyyat masası hazırlandı. Burada bir dənə mürəbbə var idi. Dondurma mürəbbəsi adlanır. Getsəniz onu da sınayın. Dadı damağımızda qaldı. Sibeyin bir neçə geniş zalları, kabinetləri var. Buranı sizə çox tövsiyə edirəm. Aşağıda səhifələrini də qeyd edəcəm.